Yaxşı. İndi Ərbəyin günü nə edək? Ərbəyin günü bir neçə əməli deyirəm, söhbətimi yekunlaşdırdım. Ərbəyin günü qardaşlar, inşallah qusl eləyin. Ziyarət quslu. Ərbəyin ziyarətnaməsi var. Onu oxuyun, salavat göndərin, zikirlər eləyin. Həmin gün alimlər buyurur ki, nəql edirlər. Bir Yasin surəsi Quran oxuyanlar bacararsa oxusun, hədiyyə eləsin İmam Hüseyn əleyhissalam. Ərbəyin günü. Əzadarlıq eləyin, matəm saxlayın. 70 dəfə həmin gün istiğfar eləyin, Allahdan bağışlanmaq diləyin. Ərbəyin günü əməllərin qısa. Mənəvi cəhətdən bizim Əhl-i Beyt imamlarımızdan nəql edir. İmam Sadiq əleyhissalam bir şagirdinə Südeyrə deyir ki, İmam Hüseyn əleyhissalamın ziyarətinə gedirsən? Deyir, ağacan, yolum uzaqdır, Kərbalaya uzağam, gedə bilmirəm, bacarmıram. İmam buyurdu, evində qusl elə, çıx bana, dama. Üzünü tut İmam Hüseyn əleyhissalamın qəbrinə, ona bir salam ver. Sən üçün Kərbalanın ziyarəti yazılır. Bazardığın odur da, gedə bilmirsən. Tək ki sən İmam Hüseyni unutma. İmam Hüseyni yaddan çıxarma.